faydalı meyvə olsa da, nar qəbizlik, hipotoniya və digər xəstəliklərə meyilli insanlar üçün təhlükəli ola bilər. Ölkə AS xəbər verir ki, həkim Elena Grek xəbərdarlıq etdi. Narlar əsasən bədəndə oksidləşdirici stresslə mübarizə aparan və hüceyrə zədələnməsinə, iltihaba və şiş əmələ gəlməsinə səbəb olan zəngin antioksidant mənbəyi kimi tanınır. Nar şirəsi aşağı təzyiqli insanlar tərəfindən ehtiyatla içilməlidir. Nar şirəsi qan təzyiqini aşağı sala bilər. Buna görə də hipotoniyanız varsa, onun istehlakını minimuma endirmək yaxşıdır. Həkim əlavə etdi ki, nar və şirəsi qanı durulaşdıran təsirə malikdir. Buna görə də onlar tez-tez tromboz xəstəliyinə meyilli xəstələrə tövsiyə olunmur. Lakin bu meyvələrin və qanı durulaşdıran dərmanların birləşməsi təhlükəli ola bilər. Çünki qan laxtalanması problemlərinə səbəb ola bilər. Bu dərmanları qəbul edən insanlar nardan çəkinməlidirlər. Elena Grek həmçinin qeyd etdi ki, qəbizliyə meyilli insanlar üçün potensial təhlükəlidir. Mütəxəssisin sözlərinə görə nar və şirəsi xüsusən də ac qarnına istehlak edildikdə bağırsaq hərəkətliliyini yavaşlada bilər. Bundan əlavə, müəyyən mədə-bağırsaq xəstəlikləri üçün qadağan olunmuş qidalar siyahısına daxildir. Çünki onlar mədədə xlorid turşusu istehsalını artırır və bu da bu vəziyyətin kəskinləşməsinə səbəb ola bilər.